İyunun 15-də Milli Qurtuluş günündə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşa şəhərində yeni dünya nizamı, geosiyasi aspektlər və qlobal çağırışlar mövzusunda beynəlxalq konfrans keçirilib. Əvvəlcə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin, tədbirdə iştirak edən dost ölkələrin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Prezident Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə baş tutan bu mötəbər tədbirin dünyada cərəyan edən aktual məsələlərin müzakirəsi baxımından məhsuldar olacağına və ölkələrimiz arasında çoxşaxələ münasibətlərin inkişafına təkan verəcəyinə əminliyimi ifadə edərək konfransın işinə uğurlar arzulayıram. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 15 iyun 2025-ci il. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək qonaqları Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı qədim Şuşa şəhərində salamlamaqdan məmnunluğunu ifadə edib. O bildirib ki, Milli Qurtuluş günü Azərbaycanın müasir tarixinin ən parlaq səhifələrindən biridir. Azad olunmuş ərazilərdə görülən işlərdən bəhs edən xüsusi nümayəndə qeyd edib ki, bugünədək Şuşada 20-dən çox tarixi abidə, o cümlədən 5 məscid bərpa olunub. Artıq 1409 nəfər keçmiş məcburi köçkün Şuşalı 23 binadan ibarət ilk yaşayış kompleksində daimi məskunlaşıb. Növbəti aylarda isə ümumilikdə 45 ədəd çox mənzili binadan ibarət daha 3 yeni yaşayış kompleksinin tikintisinə başlanılacaq. Sonra Yeni Azərbaycan Partiyasının media qurumu olan Yeni TV-nin hazırladığı video çarx nümayiş olunub. Azərbaycan faktiki olaraq əvəz olunmaz ölkə çevrilir. Sadəcə olaraq xəritəyə baxmaq kifayətdir ki, hər kəs görsün ki, Azərbaycanı Orta Asiya ilə, Qərb dünyası ilə birləşdirmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz. Yəni, bizi bypass edə bilməzlər. Və müasir infrastruktur, sabitlik, düşünülmüş siyasət və dünyaya açıqlıq. Yəni, biz yeni dünya nizamına öz töhfəmizi veririk, öz əməllərimizlə. Daha sonra beynəlxalq konfrans sessiyalarla öz işini davam etdirib. Milli Məclisin deputatı Ramil Həsənin moderatorluğu ilə keçirilən plenar sessiyada çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, Mərkəzi aparatın rəhbəri Tahir Budaqov konfrans iştirakçılarını ölkəmizdə Prezident Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin qətiyyətli siyasəti, xalqımızın sarsılmaz həmrəyliyi, Azərbaycan ordusunun qüdrəti sayəsində 30 illik işğaldan azad edilmiş Şuşa şəhərində salamlamaqdan məmnunluğunu ifadə edib. O bildirib ki, 32 il əvvəl 1993-cü il iyunun 15-də son dərəcə mürəkkəb bir şəraitdə Azərbaycan Respublikası yenicə bərpa etdiyi dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya olarkən müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş və həmin gün tariximizə Milli Qurtuluş günü kimi yazılmışdı. Həmin ilin oktyabrın 3-də xalqın böyük etimadı əsasında Azərbaycan Respublikasının prezidenti seçilən Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını həyata keçirməklə Azərbaycanda sabitlik və inkişafı təmin etmiş, təcrid vəziyyətində olan ölkəmizi beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevirmiş və bugünkü möhtəşəm qələbələrin, tərəqqi və zəfər yolunun əsaslarını formalaşdırmışdı. YAP sədrinin müavini 2021-ci il məhz 15 iyun tarixində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında
Şuşa bəyannaməsinin imzalanmasının təkcə iki dost və qardaş ölkə arasında əlaqələrin strateji tərəfdaşlıqdan müttəfiqlik zirvəsinə yüksəlməsi ilə səciyyəvi deyil. Həmçinin hazırki təhdidlər və çağırışlar fonunda yeni dünya nizamının formalaşmaqda olduğu bir tarixi mərhələdə Cənubi Qafqaz regionunda və daha geniş coğrafiyada davamlı sabitlik, etibarlı təhlükəsizlik və çoxşaxəli əməkdaşlıq üçün əlverişli zəminin yaradılması istiqamətində atılmış əhəmiyyətli bir addım olduğunu qeyd edib. YAP mərkəzi aparatının rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət kursu yalnız Cənubi Qafqaz bölgəsində deyil, daha geniş coğrafiyada qarşılıqlı maraqlara uyğun tərəfdaşlıq əlaqələrinin inkişafına və ortaq strateji hədəflərin reallaşmasına xidmət edir. Bu, Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli formatda münasibətlərinin inkişafını təmin etməklə yanaşı, beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmlənməsini də şərtləndirir. Beynəlxalq münasibətlər sistemində baş verən dəyişiklikləri və yeni dünya nizamının formalaşmasının labüdlüyünü nəzərə alan Prezident İlham Əliyev, BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkətinin hər birinə daimi üs kimin yerin verilməsi təklifini irəli sürmüşdür. Bununla yanaşı, milli maraqlara hörmət və ədalət prinsiplərinə əsaslanan yeni çoxtərəfli əməkdaşlıq mühitinin yaradılması məqsədi ilə Azərbaycan qlobal Cənub ilə qlobal Şimal arasında dialoq və konstruktiv əməkdaşlıq mühitinin təmin olunmasının tərəfdarı kimi bu prosesdə fəal rol oynamaq niyyətini nümayiş etdirir. Tahir Budaqov onu da bildirib ki, yeni reallıqlardan irəli gələn çağırış və hədəfləri əsas götürərək beynəlxalq əlaqələrini uğurla davam etdirən Yeni Azərbaycan Partiyası dost ölkələrin aparıcı siyasi partiyaları ilə münasibətlərin inkişafına da xüsusi önəm verir. Dövlət başçısı Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin uzaq görən xarici siyasət kursu əsasında məqsədyönlü partiya diplomatiyasının həyata keçirilməsi, partiyalar arasında intensiv təmasların müvəffəqiyyətlə davam etdirilməsi, səmərəli fikir və təcrübə mübadiləsinin aparılması, ölkələr arası münasibətlərin möhkəmləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Partiyalarımız arasındakı sıx təmaslar təkcə iki tərəfli əlaqələrin inkişafını əhatə etmir, həm də yeni dünya nizamına keçid şəraitində çoxşaxəli əməkdaşlığa hədəflənmişdir. Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Efqan Ala 2021-ci il iyunun 15-də imzalanmış Şuşa bəyannaməsini iki qardaş ölkənin münasibətlərində tarixi bir mərhələ adlandırıb. Onun sözlərinə görə Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması Türkiyənin xarici siyasətində vacib prioritetlərdən biridir. Efqan Ala qeyd edib ki, Cənubi Qafqaz ölkələri öz məsələlərini uzaq coğrafiyalardakı güclərin müdaxiləsinə ehtiyac duymadan öz qonşuları ilə əməkdaşlıq yolu ilə həll etməyə qadirdir və bu iradəyə sahibdir. Türkmənistan Demokratik Partiyasının sədri Ata Sərdarov çıxışında təmsil etdiyi ölkənin Azərbaycanın siyasi, iqtisadi və mədəni humanitar sahələrdə sürətli inkişafını, beynəlxalq arenada nüfuzunun və təsirinin artmasını, aktual qlobal məsələlərin həllində fəal rolunu xüsusi maraqla izlədiyini deyib. O, bu marağın hər şeydən əvvəl Türkmənistan və Azərbaycan xalqlarının ortaq köklərindən qaynaqlandığını bildirib. Ölkələrimiz məhz Xəzər dənizi vasitəsilə ticari, iqtisadi əlaqələrini qurur. Eyni zamanda Türkmənistan və Azərbaycan ərazilərindən Avropa ilə Asiya arasında ən əlverişli ticarət marşrutları keçir. Şimali Kipr Türk Cümhuriyyəti Ulusal Birlik Partiyasının sədri, baş nazir Ünal Üstel vurğulayıb ki, müasir dövrdə Türk dünyası tək ürək, tək biləkdir. Bunu bütün dünyaya göstəririk. Biz təkcə bir millətin nümayəndələri deyilik. Eyni zamanda böyük bir sivilizasiyanın da daşıyıcılarıyıq. 2022-ci ildə Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv seçildi. Bu hadisə bizim böyük ailənin önəmli tərkib hissəsi olduğumuzu bir daha nümayiş etdirdi. Bugün Şuşadan bir daha bəyan edirik ki, Şimali Kipr Türk Cümhuriyyəti Türk dünyasının ayrılmaz bir parçasıdır, deyə Ünal Üstel fikirlərinə əlavə edib.
Plenar sessiyanın sonunda moderator Ramil Həsən müasir qlobal çağırışlar fonunda yeni dünya nizamına keçid məsələsinin kifayət qədər aktual olduğunu qeyd edib. O bildirib ki, dünyada baş verən mürəkkəb proseslər dövlətlərin fəal əməkdaşlığını zəruri edir. Ramil Həsən siyasi partiyalar arasında intensiv təmasların bu xüsusda mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin xarici əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Zafir Sırakayanın moderatorluğu ilə milli suverenlik, regional əməkdaşlıq və qlobal təhlükəsizlik, yeni çağın siyasi paradigmaları mövzusunda keçirilən panel sessiyada çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Heydər Əliyevin yaratdığı qüdrətli Azərbaycan, müstəqil Azərbaycan dövləti və dövlətçiliyinin, eyni zamanda bu dövlətin Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı əzəmətli qələbənin müasir Azərbaycanın həyatının ən başlıca siyasi simvollarından olduğunu deyib. O, hazırda Azərbaycanın xarici siyasətinin 3 əsas istiqamətini vurğulayıb. Birincisi, işğal faktının aradan qaldırılmasından sonra sülh gündəliyinin xarici siyasətdə mərkəzi məsələyə çevrilməsidir. İkinci istiqamət əməkdaşlıq və təhlükəsizlik xəttidir ki, bunun da başlıca hədəfi bütün ölkələrlə, o cümlədən bölgə dövlətləri ilə milli maraqlara uyğun hərtərəfli və etibarlı əməkdaşlığın həyata keçirilməsidir. Ölkəmizin bu istiqamətdə həyata keçirdiyi siyasətin başlıca hədəfi əməkdaşlığın etibarlı zəmin üzərində qurulmasını təmin edə biləcək kommunikasiya strategiyasının reallaşdırılması, Zəngəzur dəhlizinin açılması ilə əlaqədardır. Üçüncü istiqamət isə bütövlükdə bəşəriyyətin üzləşdiyi təhdidlər və çağırışlara milli immunitetin formalaşdırılması ilə əlaqədardır deyə Əli Əhmədov qeyd edib. Qazaxıstanın Amanat Partiyasının icra katibi Davlet Kəribek Azərbaycanın davamlı inkişafa malik olduğunu və beynəlxalq nüfuzunun artdığını vurğulayıb. O, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın tam suverenliyinin bərpa olunmasını bütövlükdə Cənubi Qafqaz üçün yeni dönəmin başlanğıcı kimi səciyyələndirib. Davlet Kəribek partiyalar arası dialoq vasitəsilə ölkələr arasında qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmləndiyini deyib. Sahibkarlar və İş Adamları Hərəkatı Özbəkistan Liberal Demokratik Partiyasının Siyasi Şurası İcra Komitəsinin sədri, Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasındakı UZİLDEP fraksiyasının sədri Aktam Xayatov bildirib ki, hazırki mürəkkəb qlobal şəraitdə ölkələrimizin yaxınlaşmasına xidmət edə biləcək daha bir istiqamət partiyalar arası əlaqələrin möhkəmləndirilməsidir. O, UZİLDEP-in bu imkanlardan daha geniş istifadə etmək məqsədi ilə bir sıra tərəfdaş partiyalarla, o cümlədən konfransın ev sahibi olan Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq haqqında memorandum imzaladığını xatırladıb. Serbiya Tərəqqi Partiyası sədrliyinin üzvü Serbiya Respublikasının Avropa İnteqrasiyası naziri Nemanja Starović bildirib ki, Şuşada keçirilən beynəlxalq konfransda müzakirə edilən mövzular Serbiyanın da gələcəyə baxışının təməl prinsiplərini əhatə edir. Bu, milli suverenlik, regional əməkdaşlıq və qlobal təhlükəsizlik faktorlarıdır. Starović söyləyib ki, ölkəsi ərazi baxımından kiçik olsa da, qlobal təhlükəsizlik məsələlərində aktiv rol oynayır. Hərbi neytrallığımız sayəsində həm şərq, həm də qərblə əməkdaşlıq edərək balanslı siyasət yürüdürük. Moderator Zafir Sırakaya bildirib ki, bölgədə Azərbaycanın liderliyi ilə sülh və sabitlik dövrü başlayıb. Türk qapısı olaraq adlandırılan Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında qurulacaq birbaşa əlaqə isə Orta Asiya ilə münasibətlərimizi daha da gücləndirəcək və əminik ki, Türk dünyasının gücünə güc qatacaq. Zəngəzur dəhlizi başda olmaqla regional nəqliyyat marşrutlarının yenidən açılması bölgədə sabitlik və rifaha töhfə verəcək. Türkiyə-Azərbaycan parlamentləri arası dostluq qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrımın moderatorluğu ilə ədalət naminə həmrəylik, siyasi partiyaların rolu mövzusunda keçirilən panel sessiyasında çıxış edən Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, xaosdan dövlət quruculuğuna, təhlükədən sabitliyə, ümidsizlikdən qurtuluşa gedən yol məhz ümumilli lider Heydər Əliyevin xalqın çağırışına cavab verməsi ilə başlandı. O dövrdə yalnız idarəçilik yox, inam, ümid və ləyaqət bərpa olundu. Bugün dünyanın sürətlə dəyişdiyini deyən Bahar Muradovanın fikrincə, ədalət axtarışı lokal deyil, qlobal bir ehtiyaca çevrilib. Siyasi partiyalar bu axtarışda xalqların iradəsinin daşıyıcısı kimi çıxış etməlidirlər.
Bizim regionun üz dövlətləri olaraq istifadə olunmamış nəhəng resurslarımız var ki, onlardan yalnız əməkdaşlıq yolu ilə istifadə edə bilərik. Eyni zamanda qeyd etməliyəm ki, Tacikistan Xalq Demokratik Partiyası Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq edir və əlaqələri daha da genişləndirməyə hazırdır. Bu fikirləri isə Tacikistan Xalq Demokratik Partiyası sədrinin birinci müavini Malikşo Nimadzoda səsləndirib. Belarusun Belaya Rus Partiyası sədrinin müavini Andrey Buqrov əmin olduğunu bildirib ki, Şuşada keçirilən konfrans əməkdaşlıq və tərəfdaşlığın inkişafına müsbət təsir göstərəcək. Ədalət bir arxitekturadır və onun siyasi memarı kimi siyasi partiyalar çıxış edirlər. Bugün dünyada hər bir siyasi qüvvə özünə məxsusluğu qorumağa çalışır, amma həmfikir olduqda birgə nailiyyətlərə imza atmaq mümkündür, deyə Buqrov fikirlərinə əlavə edib. Ukraynanın Xalqın Xidmətçisi siyasi partiyasının beynəlxalq əlaqələr üzrə katibi, Ukrayna Ali Radasının üzvü Vadim Halayçuk deyib ki, ədalətli dünya naminə səylərin birləşdirilməsi lazımdır. Beynəlxalq münasibətlər sistemində böyük dəyişikliklər baş verir. Olduqca mürəkkəb bir tarixi mərhələdə yaşayırıq. Beynəlxalq hüquq qorunmalı, ölkələr bir-birinin maraqlarını nəzərə alaraq bəşəri dəyərlərə uyğun siyasət həyata keçirməlidirlər. Moderator Şamil Ayrım qeyd edib ki, yeni dünya nizamının qurulduğu bir vaxtda Azərbaycan çox mühüm diplomatik və hərbi qələbələrə imza atıb. Tarixi zəfərdən sonra 2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan ilə Türkiyə liderlərinin imzaladıkları Şuşa bəyannnaməsi iki ölkə arasında dostluğun, qardaşlığın rəmzi olan son dərəcə qiymətli sənəddir. Sonra Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun moderatorluğu ilə ortaq dəyərlər və süni intellekt, yeni təhdidlər və imkanlar mövzusunda panel sessiyası keçirilib. Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lumey bildirib ki, ölkəsi hər zaman süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin tərəfdarı olub. Məqsəd bu texnologiyaların bütün bəşəriyyətin rifahına xidmət etməsini təmin etmək və süni intellektin zənginlərin və güclü ölkələrin oyuncağa çevrilməsinin qarşısını almaqdır. Səfir həmçinin Azərbaycan ilə Çin arasında diplomatik əlaqələrin qurulmasından keçən 33 il ərzində ikitərəfli münasibətlərin sağlam və sabit şəkildə inkişaf etdiyini və müxtəlif sahələrdə əməkdaşlığın məhsuldar nəticələr verdiyini deyib. Bolqarıstanın Haqq və Azadlıqlar Hərəkatı Parlament fraksiyası sədrinin müavini Ceyhan İbriyamov bildirib ki, Balkan ölkəsi olaraq Bolqarıstan fərqli mədəniyyətlərin kəsişdiyi bir coğrafiyadır. O qeyd edib ki, qardaş ölkələrdə yaşayan dostları bir araya gətirən bu cür konfranslar sülh, əminamanlıq uğrunda mübarizə aparmağın göstəricisidir. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd edib ki, müasir texnologiyalardan istifadə etmək cəmiyyəti, ölkəni kifayət qədər irəli aparır. Azərbaycan 44 günlük vətən müharibəsində ən müasir texnologiyalardan istifadə edərək hərb sənətinə yeni bir istiqamət gətirdi. Dinc sakinlərə toxunmadan hər hansı bir hərbi hədəfləri vurmaqla Azərbaycan sübut etdi ki, müasir texnologiyalardan istifadə etməklə qarşıya qoyulan məqsədlərə ən qısa müddətdə çatmaq olar. YAP İdarə Heyətinin üzvü Milli Məclisin deputatı Tahir Mirkişili isə bildirib ki, hökumətlər süni intellekt sistemlərinin etik istifadəsini təmin edən qanunlar və standartlar hazırlamalıdır. Biz Türk Dövlətləri Təşkilatı çərçivəsində model qanun layihəsinin hazırlanmasına da nail ola bilərik. Ənənəvi dəyərlər və müasir texnologiyalar arasında balans yaratmaq, milli mədəni dəyərləri qoruyub saxlamaqla yanaşı, qlobal süni intellekt standartlarına uyğunluğu təmin etmək vacibdir. Azərbaycanda qəbul edilmiş süni intellekt strategiyası bu istiqamətdə mühüm addımdır deyə Tahir Mirkişili vurğulayıb. Moderator Ədalət Muradovsa qeyd edib ki, süni intellekt qlobal məsələdir, amma dəyərlər milli mənəvi kimliyimizə bağlıdır. Konfransda bir sıra ölkələrdən nümayəndələrin iştirakı isə müxtəlif mədəniyyətlər arasında dəyər mübadiləsinin vacibliyini ortaya qoyur. Yəni Azərbaycan dəyərlərə əsaslanan texnoloji inkişafla gələcəyə töhfə verməyə çalışır. Konfrans Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb. Beynəlxalq konfransın iştirakçıları Şuşa və Xankəndinin tarixi məkanları, aparılan tikinti və bərpa quruculuq işləri ilə tanış olublar.